İmam Sadiq əleyhissalam deyir ki, istəyirsən mələklərlə görüşəsən? Deyir, bəli ağa. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. İstəyirsən bütün peyğəmbərlərlə əl verib görüşəsən? Deyir, bəli. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. İstəyirsən Əli və övladları ilə əl verib görüşəsən? Deyir, bəli. Deyir, cümə gecəsi Cəddim Hüseyni ziyarət elə. Deyir, biraz dayandı. Dayanmağından başa düşdüm ki, mühüm söz deyəcək. Dayandı, deyir, biraz, sonra dedi ki, istəyirsən Allahla görüşəsən? Deyir, dedim, nəam? Bəli. Dedi, cümə gecəsi Cəddim Hüseyni ziyarət elə. Sonra dedi ki, mən zarəl Hüseyn bi Kərbəla kəmən zarəllah fi ərşih. Kim Hüseyni Kərbəlada ziyarət eləsə, elə bil ərşində Allahı ziyarət eləyib.